Az hallarda belə olur da, belə tanınmışları, ünlüləri, nazirlik əməkdaşları təbrik etsin. Belə olanda bizə də xoş olur, biz də sevincli oluruq ki, bizim dəyərlilərə, tanınmışlara, deyərdim ki, zəhmətkeşlərə dəyər verən nazirlik var. Məsələ onda deyil ki, gedib pomidor yığsın, xiyar yığsın, kəvələm yığsın, daşı üstə qoysun, həkim olsun, kimisə əməliyyat etsin, mütləq ona hədiyyə verilməlidir. Bəstəkar, şair, şairə, ifaçılar, yəni biz peşəkarlardan danışırıq. Hər birisi o bənna necə daşı daş üstə qoyur, elə bu yaradıcı adamlar da daşı daş üstə qoyur, zəhmət çəkirlər. Şair, bəstəkar xanım İsmail qızı 70 illik yubileyini qeyd edib. Ay xanım İsmail qızı, heç mən sizə bu yaşı vermirdim axı. Siz nə vaxt qocaldınız? Siz nə vaxt 70-i xırdaladınız? Mən elə bilirdim sizin 52-53 yaşınız var. Mən elə gəlir siz bizləri aldadırsınız. Sizin bu qədər yaşınız ola bilməz. Axşam.az-ın istinad edən məlumatına görə bəstəkar Mədəniyyət naziri Adil Kərimlinin ona etdiyi hədiyyəni paylaşıb. Təbrik məktubunda gül dəstəsinin fotosunda yamlayan bəstəkar bu gözəl çiçəklərə və təbrikə görə Mədəniyyət naziri Adil Kərimliyə təşəkkür edirəm. Diqqət dəyərli sözlərini yazıb. Öpürəm sizi xanım. Yenə də deyirəm, sən bizi aldadırsan. Sənin 70 yaşın yoxdur. Sən bizi aldadırsan, sən ya 52-55 yaşın, səmimi deyirəm ha. Mən inanmıram sizin bu qədər yaşınız var. Sizi təbrik edirəm. Sara Səfra Bahadurdan böyük bir öpüş, təbrik.